Salam əziz abituriyentlər. Qəbul suallarından biri olan 73-cü suala baxacağıq. Deməli, 73-cü sualda misalımızı necə həll edirik? X bərabərdir 10 verib, x bərabərdir 10-u biz if-də yoxlayırıq. Əgər 10 10-a bərabərdirsə nə edir? Biz düşürük nəyə? Gövdəyə. Düzümü? Deməli, gövdəyə düşdüyümüz zaman y-in qiyməti olur 20 və z-yə baxırıq. Deməli, STR x nə deməkdir? STR x 10 rəqəmin 10 ədədini nə edir? STR-in sətir tipində bu cür yazmış olur. Sonra üzərinə gəlir boş bir sətir. Daha sonra üzərinə gəlir STR, yəni 20-ni də sətir tipində daxil edir. Və z-in qiyməti nə olur burada? Z-in qiyməti olur 10 arasında boşluq olaraq 20. Belə düşünsək, bu cür yazılmış olur. Və daha sonra print z ədədi, yəni z-i çapa çıxarır və z-i çapa çıxaranda belə deməli bizim ekranımızda 10 və 20 görünəcək və daha sonra y bərabərdir x vurulsan 2 yazır. X nə idi? 10 idi. Onu vurduğumuz zaman 2-yə edir 20 və sonra yenidən aşağı düşür. Y bərabərdir 100. Yeni qiyməti 100 olur y-in. Daha sonra z-də düşürük. STR x. STR x yenə nədir? 10. Daha sonra plus boş siyahı plus STR y-də bizə nə verir? Sətir tipində 100-ü bu formada yazmış oluruq və bu da belə bir, yəni birləşməni göstərir bizə 10 100. Və print z yenidən çap olunduqda yenə də çap hissəmiz bizim buradaydı, düzümü? Deməli, burada da 10 və 100 rəqəmləri bu formada çap olunmuş olur. Və baxırıq ki, 10, 20, 10, 100 hansı variantdır? A variantı.